8 Mart bayramı münasibətilə birinci Elmira xanıma ürəkdən təbrik edirəm. Təbrik edirəm ki, o özü kimi gözəl deməlidir, qəlbi də gözəl bir insandır. O qədər gözəl insandır ki, o öz gözəlliyinin işığından bütün ailələrə pay verir. Bütün insanların evində o xoşbəxtlik deməlidir, bəxş edir. Onlara ümid işığı bəxş edir. Şəxsən mənim qızımın neçə ildir, 16 ildir evladı yoxdur. İndi mənim qızım, mən xoşbəxtəm ki, bugün eşitmişəm ki, artıq qızım 5-ci ayındadır. Və ona görə Elmira xanıma mən dərin, deməli, nə tədimi danışa bilmirəm. Yəni, candan danışa bilmirəm. Onda minnətdaram. Minnətdaram ki, onun gözəl əlləri şəfası nəticəsində bugün mənim qızım hamilədir. Və inşallah avqustda kimi gəlir ki, nəvəmi qucağıma alaram. Mən ona sizə çox inanıram və sizin deməli nədir, gözəl ürəyinizdə, sizin o qabiliyyətinizdə Elmira xanımı çox inanıram. Allah sənin balalarını xoşbəxt eləsin. Sən də mənim kimi, bax, 70 yaşına çat, nəvə nəticə toy gör. Belə nəticəm olsun. Mənim yaxınlarda nəticəm olacaq avqustda. Həm nəvəm olacaq, həm də nəticəm olacaq. Allah sizə də elə günlərə qismət eləsin. Çünki siz çox gözəl qadınsınız. İnşallah Nuran'ın balacanın toyunda oynayasınız. İnşallah, inşallah. 20 ildən sonra, 90 yaşımıza. İnşallah. Demişəm, 93 yaşında kimi yaşayacağım qızlarıma, demişəm, borcluyum. 93 yaşında kimi yaşayacağım. Nənəm 90 yaşında kimi yaşayıb, ben 3'dən nənəmdən 6 yaşayacağım. Allah korusun. İnşallah, inşallah. Doktor da belə yaşasın. Hamısı yaşasınlar. Sağ olsun. Elmira xanım, mən də təbrik edirəm sizi öz adımdan, qızlarımın adından. Siz mənə də 4 ildən sonra ana etdiniz, əkiz qızlarım var hal-hazırda və artıq 3-cü qızıma da hazırlaşırıq, sabah artıq əməliyyatımdır. İnşallah ki, sağ-salamat qucağıma alaram. Çox kövrəlirəm çünki həqiqətən ana olmaq arzulayıram ki, hər kəs bu dadı yaşasın. Allah sizin balalarınızı da saxlasın. Sizə ən gözəl arzularımı arzulayıram. Hər zaman belə gözəl, əsas odur sağlam olasınız, övladlarınızın hər zaman yanında olasınız və bizim kimi qızları hər zaman sevindirəsiniz. Bizdə belə göz yaşımız, amma sevincdən göz yaşı olsun. Qızım, bəxtli gözəl qızlardan olsun, qızın da Allah eləsin. Hər kəsi təbrik edirəm. İnşallah hər biriniz ana olarsınız, sevinərsiniz. Çox sağ olun. Bundan məndən sizə kiçik balaca bir hədiyyə. Çox sağ olsun. İnşallah bəyənərsiniz. Mən də təbrik edirəm Elmira xanım. Hər zaman təravətli qalasınız, həmişə qadın gözəlliyi hər zaman sizdən ətrafa yayılsın. Mən də təşəkkür edirəm. Hamiləlik xəbərini 2 ildən sonra inşallah sağ-salamatla qucağıma. Gələn 8 Mart inşallah körpələrin hamısı olsunlar. Mən də gözəl doktorumu təbrik edirəm 8 Mart bayramı münasibətilə. Çox sağ olun, bu gözəl hissləri mənə yaşatdınız. 2 ilə yaxın müalicəyə gəldim və artıq çox sevinirəm. Çox xoşbəxtəm, çox sağ olun doktor. Zümrüt qızımız da doktorunu təbrik etməyə gəlibdi 8 Mart münasibətilə. O da sizin qızınızdır. 2 il sonra dünyaya gəlmişdi. İndi də inşallah qardaşı olacaq. İnşallah. Sağ-salamat. İnşallah qardaşını çıxartmağa gələr belə gündən. İnşallah. Çox sağ olun. Sizə. Çok sağ olun. Biz özümüz hediyesiz hiçbir hediye lazım değil. Sizin yüz gülüşünüzle benim için çok büyük bir sevinçti. Bu bizim prensesimiz de bugün 8 Mart'a gelip bir mamıçkası bugün sevinir, hoşbahtı. 9 ildir ben de sonsuzda vəziyyət çəkirdim. Sağ olsun Elmira xanımın sayəsində bu arzuma qovuşdum. Allah hər kəsə qismət eləsin. Amin. Allah qızım. Mən də sizi təbrik edirəm Beynəlxalq Qadınlar Günü münasibətilə. Bu gün də biz yığışmışıq, hamımızın üzündə sevinç var, hamısı sizin sayənizdə oldu. Göydə Allah yerdə sizin sayənizdə, qızıl əlləriniz sayəsində. 2-ci dəfə hamilə qaldım, 2-ci dəfə sevinç yaşayıram. Düzdür, çətinliklər olsa da, problemlər olsa da mən sizə yenə də güvənirəm. İnşallah axıra qədər sağ-salamat çatarım. İnşallah. 13 ildən sonra mən də ikinci sonsuzluqdan əziyyət çəkirdim. Yenidən ana olmağa hazırlaşıram. İstəyən hər kəsə qismət olsun. Sizə də təşəkkürümü bildirirəm doktor. Çox sağ olun. Ben de sizi tebrik ederim. Arzu ediyorum ki bütün evlerden böyle körpe sesi gelsin. Bizim prensesimiz geldi doktor bugün tebrik elemeye.
Bütün evlərdən belə körpə səsi, qucaqlar dolu olsun. Qadınlar ümumiyyətlə hamısı layiqdilər ana olmağa. Hamısı arzusuna çatsınlar və mənim qızlarım kimi xoşbaxt, sevinç dolu olsunlar. Və belə körpələr hamısını nəsib etsin. İnşallah. Vay canına.